Tələsmədiyimiz, gözləmədiyimiz tək bir şey var. Amma onu gözləməsək də, ona tələsməsək də, o özü gəlir. Və həm də elə qəfil gəlir ki, heç gözümüzü açmağa da macal vermir. Ürəyimizdəki arzuları, istəkləri, yarımçıq işlərimizi belə nəzərə almır. Gəlir və deyir ki, səninki bura qədərmiş. Bu ölümdür. Hər birimizin həyatının son məqamı. Həyatda hamımız eyni cür yaşamasaq da, hamımızın sonu eynidir. Bəlkə də bu yeganə oxşarlığımızdır. Şövkət Ələkbərovanın da ölümü qəfil gəldi. Amma o, elə qəfil gəlmiş bu ölümün əlindən də imkan tapıb, həyat qapısını öz üzünə bağlarkən, onun üstündə mən bu dünyada yaşamışam. Mənim bu dünyada izim qalıb. Mənim bu dünyada səsim qalıb sözlərini yaza bildi. Və bununla da həm də öz ölümsüzlüyünə qovuşdu. Əgər bugün ölümündən illər sonra təkcə əzizləri, doğmaları tərəfindən yox, bütün xalq tərəfindən anılırsa, xatırlanırsa, Azərbaycanımızın musiqi dünyasında yeri görünürsə, demək, o öz ömrünü yaşayıb. Və heç şübhəsiz, bugün onun səsi, nəfəsi, nəğmələri lentlərin yaddaşında, səs yaddaşımızda yaşayır. Və nə qədər ki, bu lentlərin yaddaşı var, bu lentlərin məxsus olduğu Azərbaycan məmləkəti var, Şövkət Ələkbərovanı sevən insanların yaddaşı var, onun ömrü davam edəcək. Bu, heç şübhəsiz belədir. Söylerim, söylerim, söylerim.